xoş gördük mənim əzizlərim. Bu günlərim mən sizə unikal, yəni öz mətbəximdə düzəltdiyim pizza resepti ilə sizlə bölüşmək istəyirəm. Bunun üçün bizə lazımdır 500 qram un. Unu təbii ki, ələmişəm, hazır vəziyyətdədir. Duru yağ lazım olacaq. Mən həm qabartma, həm də drojdan istifadə edirəm. Apara etməyəcəm. Apara çünki hava istidir. Aparaya ehtiyac yoxdur. Elə qoyan kimi gələcək xəmir. Bir də biraz pesok. İndi başlayaq. Biz əvvəlcə nə edirik? Biz əvvəlcə deməli bura droju, qabartmanı, duz, bir də pesok əlavə edəcəyik. Miqdarını da deyəcəm sizə. Deməli mən bura bax bu qabartma tozunun hamısını tökdüm. Bir paçka qabartma tozu. Baxın, burada bir çay qaşığı narın duzdur. Bunun duzu tökürük. Bir xörək qaşığı droj olacaq. Xörək qaşığından biraz azdır. Droj tökürük. Elə içərisinə, yəni ki, daha ayrı-ayrı yox. Droj tökürük. Bir də bax bu qədər pesok tökürük. Yəni ki, bir xörək qaşığından biraz az pesok tökürük. Bunları tökdük, əzizlərim. Sonra isə bunları yaxşı-yaxşı bax belə qarışdırırıq. Yəni quru məhsullar olduğuna görə qarışdırırıq. Sonra biz bura 3 xörək qaşığı duru yağ tökəcəyik. Duru yağ kimin evdə hansı yağdan var duru yağdan, o yağdan da istifadə edə bilər. Baxın, 3 xörək qaşığı duru yağı da tökdüm bura. Bunu tökəndən sonra mən bu qədər su götürmüşəm. Yəni hardasa 800 ml. Bunun hamısı işlənməyəcək. Deməli bu ilıq sudur. Həm isti, biraz da soyuq su ilə qarışdırmışam. İndi nə qədər lazımdır su tökəcəm. Xəmir özü nə qədər canına su çəkəcək, o qədər su tökəcəm və xəmiri yoğuracam. Baxın mənim əzizlərim, xəmiri yoğurduq. Xəmir bax bu cür olmalıdır. Yəni çox bərk yox, bir də yumuşaq yox. Əgər istəyirsinizsə xəmiriniz elastik olsun, deməli bura yenə əlimizi batıracağıq. Bir balaca yenə duru yağ tökəcəyik bura. Üstündən tökürəm. Mən də indi rahat deyil çəkiliş ona görə. Deməli buradan tökürük və yenə də yağla da bir balaca yoğururuq və salam. Bununla da xəmirimiz hazırdır. Baxın, yağı vurandan sonra xəmir görün necə oldu. Elə bil ki, qoymaqdır. Və salam. Bunun üzərinə indi bir dənə kulok atacağıq. Biraz da isti bağlayacaq üstü ki, gəlsin. Hava isti olduğuna görə, yəni tez gələcək. Gələndə mən sizə göstərəcəm necə xəmir alınacaq. Hardasa 1 saat vaxt keçdi. Baxın, xəmirimiz bax bu cürə alındı. Görün necə möhtəşəm bir xəmir alınıbdır. Pizza üçün bundan da yaxşı xəmir ola bilməz həqiqətən də. Tiş-tişdir həm də buna baxın. İçərisinə baxın. Bax o ki deyirdimi elastikliyi artsın. O duru yağın mütləq vurmaq lazımdır ki xəmirin elastikliyi artsın. Və pizza üçün ən gözəl xəmirlərdən biridir. Siz də buyurun faydalanın və evinizdə ailənizi sevindirin. Hamınıza nuş olsun. Baxın, pizzamız hazır oldu. Həmin o xəmirdən 2 list, bax bu cürə pizza düzəltdim. Çox möhtəşəm. Xəmir, inanın, o qədər dadlıdır ki bu xəmir. Bax bu xəmirdən edin siz də. Görəcəksiniz ki, necə fərqli. Həm ətri, dadı, çox superdir. Yəni, bişirin məsləhətdir, nuş olsun.